Sabunçu keçidindən Anaşkinə gedən yolda. Aeroport yoluna, hava limanına yaxın belə bir həyət evimiz çıxıb. Giriş hissə mağazin kimi fəaliyyət göstərib təqdim elədim sizə. Buradan keçirik. Evimizə daxil olduq. Evimiz çox bir qiymətə gəlir. Kupçalıdır. 170 kvadrat kupçada sahəsi var, yaşayış sahəsi. Birinci mərtəbədən başladıq çəkilişə. Daxil olduq mətbəx. Cüt daşda tikilmiş şəxsi tikili evdir, kombi sistemi var. Ən əsası 170 kvadrat sahəyə malik kupça. Və qiyməti də özünüz ekranda görəndə həqiqətən şok olacaqsınız. Geniş bir qonaq otağı. Belə bir yataq otağımız. Köhnə təmirli şəxsi bir tikilidir. Yaşayışlıdır. Növbəti bir yataq otağımız. Sahə olaraq həqiqətən çox böyükdür. Tərtəmiz kupça. Dediyim kimi yerləşmə yeri Sabunçu keçidindən Anaşkinə dönəndə. Çox yaxın məsafədədir. Demək olar həqiqətən. Aeroport yoluna, hava limanına və ikinci mərtəbədəki otaqlar. Qiymət ekranda qeyd olunacaq, görəcəksiniz. Kvadratında yazılacaq kupçanın neçə kvadratdır. Qiymət də həddindən artıq çox münasibdir. Digər evdə həyətyanı sahədə ayrıca paylaşılıb. Ümumilikdə 3 evdir və yardımcı belə bir sahə. Buyurun, əlaqə saxlayın, həqiqətən də bu fürsət qaçmaz. Həyətdəki digər ev də növbəti videoda paylaşılıb. Baxa bilərsiniz. Ayrı-ayrı da satılır, bir yerdə də.